Və bu tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə özlərini təşəkkür edirəm. Xüsusən bizim dəyərli pedaqogumuz İlhamə müəllim bizə bu hissləri bir növbəli aşlayan şəxs olmuşdu. Var olsun da həmçinin burada iştirak edənlər və eyni zamanda onu da qeyd etmək istəyirəm ki, bu gün burada olmamızın əsas səbəblərindən biri bizim universitetimizin bu işlərə göstərdiyi qayğı, dəyər və biz də bu günlərin onları aşlayan tələbələr arasında olmaqdan qürur duyuruq. Hər birinizə bir daha şəhid yaxınlarına Allahdan səbir diləyirəm, özlərinizə şəfa diləyirəm. Çox sağ olun. Şəhidimiz Elmar Şahzadə müəllimən tələbəsi oldu. Balamdan fəxr edirəm. Körpəlikdən 3 yaşından mənim qrupam. Elmar o qədər sakit, uşaq idi. Bir il o danışmaz bağçada. Deyir Mayala, görünməyə danışmır. Anası deyirdi, hey danışdırdı. Deyir Mayala, bu məsələlərdən bir şey anlamır mı, nədir? Axırda bir gün danışdıq. İnanırsınız, mən nəzir verdim bunu danışan gün. O utandığından tanırdı, tanırdı, sakit idi. O qədər sevinirəm, o qədər onun anasıyla da fəxr edirəm. Bütün şəhid analarının anasıyla fəxr edirəm. Hər doğanda onlara səbir diləyirəm. Onlar Hüseynə, Əhl-i Beytimizə qonaq olsunlar deyirəm. Sağ olun, çox şəhid analar, var olun, anın. O gözəl yaraşıqlı balana, ali təhsilli, gözəl yaraşıqlı balana, yeri cənnət olsun. Bizdən qabaq sən o hissi bilirsən. Sağ olun, Ürəyim. canım mənim. Gözəl. Vətəndarda da məni çağırırlar. Balam inanın ki, o qədər sevinçlə, o qədər həvəslə hazırlaşdı getdi. Dedim ki, anam, bəlkə gecəni evdə qalırsan, səhər gedəsən. Dedi, yox ayala, qoy gedim. Getdi, elə bil ki, bir də gördüm əmsi uşağı ilə, qardaşından qayıtdı ki, mama, səhər gedəsi oldu. Saat 6-da. Bir gecə evdə yatmağına, inanın o qədər sevindim ki, bir gecə evdə yatmağına. Heç demə axırıncı gecəsiymiş balamın. Həmin günü səhərə kimi o evladım yatmadı. Çok gururlu var idi. Belə oğlanla dünyaya az gəlir. Sizin əmin ki, öz evladım olduğuna görə demirəm. Həqiqətən belə oğlanları həyata bir dəfə gəlirlər. Belə qürurla, dözümlə, əzəmətlə kişi kimi böyüyürlər. Heç bir şeydən yoxdur. Mən səni də istəyirəm yanımda, nasıl? Analar üçün çox çətindir. Elə bilirsiniz, burada iki kəlmə söz demək asılıqdır. Yarımızın yarı parçasıdır, canımızın parçasıdır bizim. İmamlarımıza minnettarım, Cavit müəllimimizə minnettarım. İcra nümayəndəsinə minnettarım. Bura gələn bütün anaların hamısının əllərindən, yüzlərindən, gözlərindən. Çok sağ olun. Çünkü onlar hamısı yaralı ve dertli